İlgün dayılarını, sonra hazırlıq yoldaşlarını, məktəb yoldaşlarını, hazırlıq müəllimlərini, bütün də məktəbdə ümumiyyətlə İlgün ətrafında olan hər kəsi dindiriblər. O işlədiyi yerdən biləm ki, orada da işləyənləri, yəqin müdiriyyəti hamısını dindiriblər. Prokuraturaya gedirik, bəli, bugün də orada olmuşuq, amma hələ ki bizə heç bir məlumat vermirlər, sadəcə deyirlər ki, iş gedir. Yəni biz onu hələ açıqlaya bilmərik. Yəqin ki, müəyyən ipuçları olmamış olar. Versiya çoxdur, hər birində üzərində işləməliyik deyirlər. Yəni gözləyim deyirlər. O versiyalarda sizə nəsə deyirlər, hansı versiyalar? Yox, bizə heç nə demirlər, sadəcə elə məsəl üçün ilk çıxartmışlar ki, maşın vurur. Nə bilim, ən əvvəl deyirdilər intihardır, yəni o intihar döyülür, yəni o intiharla bağlı vəbşə heç bir şey yox da ola bilməz ya da. Mühafizə orqanları deyir ki, biz hər bir versiyanın üzərində işləməliyik, amma yəni ki, o intihar mümkün deyil də. Mən İlgünün ətrafı, İlgünü tanıyan, bilən hamı bilir ki, o mümkünsüz bir şeydir, intihar ola bilməz. Ola bilməz. Mənim uşağım həyat dolu uşaq idi, nəyə görə intihar eləməlidir ki, yəni o versiya yoxdur da. Yəni. Digər versiya maşın vurma. Maşın vurma versiyasıdır. Tutaq ki, döyülmədir. Onlar da yəqin ki, ekspertizanın rəyindən sonra tam dəqiq deyə bilərlər ki, hə, belədir. Vallahi mən heç hiss eləməmişəm ki, onun qız sevir. Çünki o heç hazırlıqlar o qədər dolu uşaq idi ki, vaxtı da yox idi. Olsa belə 17 yaşında uşağın nə sevgisi olacaqdı ki, təbii ki, saf bir nəsə ola bilər, bəlkə də var idi. Amma elə şey, yəni deyim, bütün günü telefonla kiminsə yazışıb, nəsə olub, elə bir şeylər olmayıb. O hazırlıqlara gedib. 5 hazırlığa, düz marta qədər 5 hazırlığa gedirdi. Martda biri dayandı, 4 hazırlığı qalmışdı. Yəni elə boş rəqs hazırlığına gedirdilər indi son zəngə görə. Trenajora başlamışdı. Elə boş bekar da deyildi ki, deyim, bütün günü telefonla kiminəsə yazışırdı, ya çöldə gəzirdi, ya nəsə elə bir şeylər yox idi. Yəni o qızla bağlı için mən inanmıram ki, qızla bağlı nəsə olur. Çünki o saf bir, olsa da saf bir şey olar da. Nə ola bilər ki, o qıza nə dərəcədə nəsə ola bilər ki, ona belə bir şey eləsin. Yox, sadəcə dedilər ki, güya ki, o ad çəkibdir, qız adı çəkibdir, nə bilim nə, amma o nədir bilmirik də, hələ onu da bilmirik. Amma heç o versiyada mən məsələn inanmıram ki, qız versiyası ola bilər. Bir gün qabaq məsəl üçün mən onu paylaşmışdım da, bir gün qabaq o mənə WhatsAppda mesaj yazıb ki, mama kartını at. İmperial Garden'ı danışmışam son zəng üçün, yəni uşaqlar sənə kartına pul vuracaq, sən də mənə göndərərsən. Yəni özünün kartı yox idi, yəqin ki, administratorun kartına. Yəni həyat dolu uşaq idi, biz son zəngdən danışırdıq, biz qonaqlıq ona eləyəcəkdik ki, instituta girmək münasibəti ilə, yəni heç bir sıxıntısı, narahatçılığı, problemi yox idi uşağım, yəni heç bir. Yəni en azından mən anayam, hiss eləyərdim də ki, evladımda nəsə narahatçılıqları yox idi amma. Yox, axırıncı gün o işdən gəlmişdi, normal gəlmişdi, yox, dedi, pulumu sabah gedib götürəcəm, yəni yaxşıydı, oradan da razıydı, yox, inanmıram. İstintaq dövründə hadisə olandan sonra İstintaq dövründə Elgünün telefonunu, əşyalarını, nəsə sizə qaytarıblar? Xeyr, hələ heç nə qaytarıblar. Orada da yəqin ki, istintaq qutaradan kimi orada qalacaq. Telefonda o sumkası var idi, barsetka, onun içində açkisi, nə belə falan da, özünə bir 2-3 dənə əşyası. Biz özümüz üçün sakit bir ailə olmuşuq. Mən işləmişəm, balalarımız zulumdan saxlamışam. Nə heç kimlə problemimiz, davamız, şavamız, heç bir şeyimiz olmuşdu. Özümüz üçün doğanan bir ailə olmuşuq. Heç bir düşmənçilik mövqeyimiz olmayıb ki, deyəm kimsə nəsə elədi. Nə davamız, nə söz-söhbətimiz, heç nəyimiz olmayıb. 16 gün az gün deyilib, biz də bilirik. Sadəcə gedib görürük də, məsələn, bugün qeyri-iş günüdür, amma onlar orada işlədilər. İş gedir, yəni adam danmaz da. Deyim ki, yox işləmirlər, yox maraqlamırlar. Təbii ki, oradaydılar, çıxdılar, bizim suallar cavablandırdılar. Kimsə nəsə bilirsə, hiss eləyirsə, qorxursa, çəkinirsə də
Yəni istintaqa kömək üçün mən balamın qatillərinin tapılmaq üçün kömək eləməyini xahiş edirəm və salam. Başqa nə deyə bilərəm? Döyülərək öldürülüb. O aldığı xəsarətlər, onun o vəziyyəti, bizdə o disk də var, o nətər zədələr alıbdı. Biz onun həmin gecə mərkəz klinikaya aparmışdıq, orada KT-dən keçmişik. Yəni o təbii ki, döyülərək öldürülübdü. Yəni İlgün mənə bir gün qabaq axırıncı səs atmışdı. Yəni bu İmperial Garden'da işdəydi, oradan atmışdı. Yəni səs də budur. Kartını at. Garden'e danışdım son zəncə. Uşaqlar beh atır sinifdəkilərdən, bizim sinif. Beh atacaqlar, onu da burada administratın kartını atacaq. Kartını atma. Həmin gündə biz danışmışıq, 12-si günü WhatsApp-la, mesajla deyib informatikadayam. Sonra saat 4-də çıxanda yenə danışmışıq. İnformatikadan çıxdım, yavaş-yavaş bir yana gedirəm rəqsə.